Üçüncü bölüm. Məhəbbət obyektləri. Məhəbbəti ilk növbədə müəyyən bir insana münasibət kimi dəyərləndirmək yanlış olardı. O, fərdin təkcə məhəbbət obyektinə yox, bütün dünyaya olan münasibətini müəyyən edən şəxsiyyət xarakterinin orientasiyası və məqsədidir. Bir insan başqalarına tamamilə laqeyd qalaraq yalnız bir adamı sevirsə, onun sevgisi məhəbbət yox, sadəcə simbioz bağlılıq. Başqa sözlə desək, geniş yayılmış egoizmdir. Lakin bir çoxları məhəbbətin qabiliyyətlə deyil, məhz obyektlə müəyyənləşdiyi fikrindədir. Onlar sevgilisindən başqa heç kimi sevməməsini, hətta məhəbbətlərinin gücünü sübut hesab edirlər. Bu yanlış fikir yuxarıda qeyd olunanlara yaxınlaşdırılmışdır. İnsanlar məhəbbətin fəaliyyət, daxili qüvvə olduğunu anlamadıkları üçün ilk növbədə həqiqi bir obyekt tapmağın önəmli olduğunu, yerdə qalan hər şeyin isə öz-özünə yoluna düşəcəyini düşünürlər. Bu yanaşmanı rəsm çəkmək istəyən, lakin bu sənətə yiyələnməyə əvəzinə uyğun bir naturanın tapılmasını gözləmək lazım olduğunu, natura tapılan kimi onun gözəl bir rəsm əsəri yarada biləcəyini zənn edən bir insanın düşüncəsilə müqayisə etmək olar. Əgər mən həqiqətən də bir insanı sevirəmsə, bu o deməkdir ki, mən bütün insanları, bütün dünyanı, mən həyatı sevirəm. Bir insana səni sevirəm deməyi bacarıramsa, bununla mən, səninlə mən hər kəsi sevirəm. Səni sevməklə mən bütün dünyanı sevirəm. Səninlə mən özümü də sevirəm deməyi də bacarmalıyam. Məhəbbət təkcə bir adama deyil, hər şeyə aiddir anlayışı heç də məhəbbət obyektinin xüsusiyyətlərindən asılı olaraq onun müxtəlif növlərinin bir-birindən fərqlənmədiyi demək deyil. A. Qardaş sevgisi. Sevginin bütün növlərinin əsasını təşkil edən ən mühüm tip qardaş sevgisidir. Burada qardaş sevgisi dedikdə bütün yaradılmış insanlara olan sevgi nəzərdə tutulur. Mən qardaş sevgisinin məsuliyyət hissi, qayğı, hörmət, başqasını anlama, ona həyatda əl tutma kimi insani keyfiyyətlərin təcəssümü kimi dəyərləndirirəm. Elə Bibliyada da məhz belə sevgidən söz açılır. Öz yaxınını özün qədər sev. Qardaş sevgisi bütün insanlara olan sevgidir. Onun xarakterik cəhəti məhz bu müstəsnalığın olmamasıdır. Əgər mən özümdə sevmək bacarığını inkişaf etdirirəmsə, deməli öz qardaşımı sevməyə bilmərəm. Bütün insanlara uyğunlaşma, insani həmrəylik, insani vəhdət həyəcanı məhz qardaş sevgisində cəmləşir. Onun əsasını bütün insanların bir vəhdətdə olduğu his təşkil edir. Eyni ilə hamıya məxsus olan insan mahiyyətinin ümumiliyi ilə müqayisədə ayrı-ayrı insanların istedad, əqli qabiliyyət və biliklərində olan fərq olduqca cüzidir. Bu ümumiliyi duymaq üçün bu məsələnin səthindən mahiyyətinin dərinliklərinə varmaq gərəkdir. Mən digər insanın varlığını səthi olaraq dərk edirəmsə ilk növbədə bizi fərqləndirən və bir-birimizdən ayıran şeyləri nəzərdə tuturam. Mahiyyətə varıramsa mən ümumiliyimizi, yəni bütün insanların bir-birinə qardaş olduğunu dərk edirəm. Periferiyadan periferiyaya yox, mərkəzdən mərkəzə uzanan bu bağa mərkəz rabitə adlandırmaq olar. Burada Simone Weil'in parlaq fikrini xatırlamaq yerinə düşür. Eyni sözlər son dərəcə əhəmiyyətli ola bilər və yaxud da heç bir əhəmiyyət kəsb etməyə bilər. Bu əhəmiyyətin olub-olmaması isə onların deyilmə tərzindən asılıdır. Bu tərz isə qeyri-ixtiyari olmaqla o sözləri deyən insanın şəxsiyyət səviyyəsinin dərinliyindən asılıdır. Bu sözlər ünvanlandığı insanın qəlbində möcüzəli şəkildə bir zirvəyə yetişir. O yüzdən də yalnız dərk edən insan, əgər dərk etmək qabiliyyətindən məhrum deyilsə, onların nə qədər dəyərli olduğunu anlayır. Qardaş sevgisi bərabərlik, eynilik sevgisidir. Lakin həqiqətdə, hətta hamımız eyni olsaq da, bu bərabərlik və eynilik heç də hər zaman təsdiqini tapmır. Çünki hamımızın yardıma ehtiyacımız var. Bugün mənim, sabah sənin. Lakin yardıma ehtiyac duymalı olduğumuz heç də birimizin əlacsız, digərimizin qüdrətli olduğumuz anlamına gəlmir. Əlacsızlıq müvəqqəti bir vəziyyətdir. Öz ayaqlarımız üstündə dayanmaq və hərəkət etmək isə daim və ümumi bacarıqdır. Bununla belə zəif insana, yoxsula, yad elliyə sevgi elə qardaş sevgisinin başlanğıcıdır. Öz qanını, canını sevmək o qədər də böyük bir iş deyil. Heyvanlar da öz balalarını sevir və onların qeydinə qalır. Çarəsiz insan öz sahibini, həyatı ondan asılı olduğu üçün
Uşaq valideynlərini onlara ehtiyac duyduğu üçün sevir və yalnız heç bir umacaq görülməyən insanlara bəslənən sevgi əslində olduğu kimi qarşımızda açılır. Təsadüfi deyildir ki, əhd-i ətiqdə insan sevgisinin əsas obyekti kimi yoxsul, yadelli, dul qadın, yetim və nəhayət milli düşmənlər olan Misirlilər və Edomitlər sayılır. Köməksizə ürəyi acıyıb şəfqət göstərməklə insan özündə qardaş sevgisini inkişaf etdirir. Özünə olan sevgidə də insan əslində ehtiyacı olan zəif və kövrək varlıqları sevir. Şəfqət, bilik və bənzərliyi səciyyələndirir. Əhd-i ətiqdə bu barədə yadelini incitməyin. Onların qəlbini ən yaxşı oxuyan sizsiniz, çünki siz özünüzdə Misir torpağında yadelli olmusunuz. Ana sevgisi. Əvvəlki fəsildə biz ana və ata sevgisinin fərqləri haqqında danışarkən ana sevgisinin mahiyyətini nəzərə salmışıq. Dediyimiz kimi ana sevgisi uşağın həyatını və ehtiyaclarının şərtsiz təsbitidir. Lakin buraya daha bir mühüm dəqiqləşdirmə əlavə olunmalıdır. Uşaq həyatının təsbiti iki tərəflidir. Onlardan biri uşağın həyatının qorunması və inkişafı üçün son dərəcədə mühüm olan qayğı məsuliyyətdir. Digəri isə adi qorunmadan daha uzaqlara gedib çıxır. Bu, uşağa həyatı sevgini aşılayan bir təlimatdır. Bu təlimat ona yaşamağın, balaca oğlan və ya balaca qız olmağın, bu dünyada var olmağın nə qədər gözəl olduğunu duymasına imkan verir. Bu iki cəhət dünyanın yaranması haqqında Bibliyada olan hekayədə çox gözəl ifadə olunmuşdur. Tanrı dünyanı və insanı yaratdı. Bu sadə qayğının və varlığın olmasına müvafiqdir. Lakin Tanrı bu minimal tələbdən daha irəli gedir. Hər yaradılmış gün barədəki hekayə və Tanrı bunun yaxşı olduğunu gördü sözləri ilə bitir. Ana sevgisi, yaxşı ki sən doğulduğun fikrini ifadə etməklə uşağa nəinki sadəcə yaşamaq istəyini, həyata sevgini də aşılayır. Həmin fikri daha bir Bibliya rəmzi əks etdirir. Doğma torpaq, süd və balla aşıb daşan diyar kimi təsvir olunur. Süd, qayğı və təsdiq olunmadan ibarət olan məhəbbətin birinci tərəfinin rəmzidir. Bal isə həyatın şirinliyini, ona olan məhəbbəti və yaşamaq səadətini təmsil edir. Əksər analar uşağa süd verir, lakin onların çox az hissəsi bal qismini də verməyə qadirdir. Bal verə bilmək üçün ananın təkcə yaxşı ana olması kifayət deyil. O həm də xoşbəxt insan olmalıdır. Bu isə hər kəsin payına düşmür. Bunun uşağa nə dərəcədə təsir etməsini dəyərləndirmək çətindir. Ananın həyata sevgisi eyni ilə talaşa qədər sirayət edicidir. Hər iki istiqamət uşağın şəxsiyyətinə dərindən təsir göstərir. Həqiqətən də həm uşaqlar, həm də böyüklər arasında həyatdan yalnız süd və ya həm də süd, həm də bal almaqlarını ayırt etmək mümkündür. Bərabər insanlara məxsus olan qardaş və şəhvani sevgilərdən fərqli olaraq ana və uşaq arasındakı münasibətlər təbiətcə qeyri-bərabər xarakterlidir. Ya da biri yardıma ehtiyacı olandır, digəri isə o yardımı göstərən. Məsələ buna görədir ki, egoizmdən tamamilə uzaq, altruizmlə aşıb daşan ana sevgisi məhəbbətinin ən ali növü, bu sevginin bağları isə bütün emosional bağların ən müqəddəsi hesab olunur. Lakin ana sevgisinin həqiqi nailiyyəti ananın çağaya olan sevgisi yox, böyüməkdə olan uşağına yönələn sevgidir. Müasir analar yalnız uşağın körpə və tamamilə onlardan asılı olan müddətdə ana olmağa davam edirlər. Bir çox qadınlar uşağın anadan olmasını, ona qayğı göstərməyi arzulayır. Onun dünyaya gəlişindən xoşbəxtlik duyurlar. Tüm bunlar ananın öz körpəsindən, üzündəki təbəssüm və məmnunluq ifadəsindən başqa bir şey umub almamasına rəğmən baş verir. Belə bir şəxsiyyət quraşdırılması görünür ki, dişi heyvanlarda olduğu kimi qadınların da instinksiv məcmusunun əsasını təşkil edir. Lakin bu instinksiv amilin nə kimi yer tutmasına baxmayaraq ondan başqa xüsusi psixoloji amillər də mövcuddur ki, ana sevgisinin bu növünü tərtib edir. Bu faktorlardan birini ana sevgisinin narsis ünsüründə müşahidə etmək mümkündür. Ananın övladını özünün bir parçası hesab etdiyi üçün onun uşağı olan məhəbbət və mühakiməsiz düşkünlüyünün narsizm hissinin təmsil olunması kimi dəyərləndirmək olar. Həmçinin bu düşkünlüyün daha bir səbəbi ananın ixtiyarı sahibi olmağa
və yelləməyə can atması da ola bilər. Bütünlükdə anın ixtiyarına tabe olan aciz və körpə hökmran və ya xüsusiyyətçilik meyilliyi ilə bir qadın məmnunluğunun təbii vasitəsi rolunu oynayır. Bütün yuxarıda qeyd etdiyimiz səbəblərin geniş yayılmasına baxmayaraq daha bir önəmli və ümumi səbəbə üstə gəlmə ehtiyacı adı vermək olar. Üstün gəlmə ehtiyacı insan tələbatının ən əhəmiyyətlisi hesab olunur. Onun kökündə insanın özünün yaradılmış olmasından narazı olduğunu dərk etməsinə, oyuncaq rolu oynaması ilə barışa bilməməsinə gedib çıxır. Onun üçün yaradılmış olmasının pasiv rolunu üstün gələrək özünü yaradan kimi hiss etməsi önəmlidir. Bu ehtiyacı ödəməyin bir çox üsulları var, lakin onların ən sadə və təbiisi məhz ananın sevgisi və dünyaya gətirdiyinə qayğı göstərməsidir. Körpəsinə münasibətdə ana öz şəxsiyyətinin hüdudlarından kənara çıxır. Ona olan sevgi ananın həyatına məna və yüksək dəyər gətirir. Lakin uşaq böyüməlidir. O anasının bətnindən çıxmalı, onun döşündən qopmalı, tədricən tamamilə anasından ayrılmalıdır. Ana sevgisi mahiyyətcə uşağın böyüməsi və inkişaf etməsi xüsusunda olan bir qayğıdır və elə bunun üçün də ana uşağın ondan ayrılmasını arzulamalıdır. Bu, ana sevgisini şəhvani sevgidən ayıran ən mühüm fərqdir. Şəfqani məhəbbətdə indiyə qədər ayrı-ayrılıqda var olan iki nəfər birləşir. Ana sevgisində isə bunun əksidir. İndiyə qədər bir vəhdət olan iki nəfər bir-birindən ayrılır. Ana nəinki uşağın da ondan ayrılmasını qəbul etməli. O, özü bunu istəməli və buna imkan yaratmalıdır. Və yalnız bu pillədə ana sevgisi o qədər müşkil bir məsələyə çevrilir ki, egoizmdən imtina, sevdiyi insanın xoşbəxtçiliyindən başqa, əvəzində heç bir şey istəmədən hər şeyini fəda etmə tələb edir. Bir çox analar məhz bu pillədəki ana sevgisi məsələsinin öhdəsindən layiqincə gələ bilmir. Uşaq körpəykən özündən razı, hökmran, xüsusiyyətçi bir qadın asanlıqla sevən ana ola bilər. Amma həqiqi məhəbbətlə sevən, müstəqil, əldə etməkdən, çox fəda etməkdən sevinən bir qadın, uşaq ondan ayrılandan sonra da sevən ana olmağı bacarır. Əvəzində heç bir şey tələb etməyən, böyüməkdə olan uşağın sərgilənən ana sevgisi görünür, sevginin ən çətin əldə oluna bilən növüdür. Bu sevgidə ananın hisslərinin təmənnasız olması aldanılma ehtimalını artırır. Elə ona görə də ananın öz övladına olan şərtsiz sevgisi sevginin ən çətin əldə olunan növlərindən sayılır ki, belə bir sevgiyə yalnız öz yoldaşını, başqa uşaqları, yad insanları, bütün yaradılmışları sevməyi bacaran bir varlıq qadirdir. Belə dərin hisslərə malik olmayan qadın əsl sevən və mehriban ana yox, övladının yalnız körpə çağlarından şəfqətli ana ola bilər. Bunu isə sadəcə ananın öz uşağının ondan ayrılmasını canla başla qəbul edə bilib-bilməməsindən və ayrılandan sonra da onu sevməyə davam etməsindən bilmək mümkündür. Şəhvani sevgi, qardaş sevgisi bərabərlik sevgisidir. Ana sevgisi köməksiz olan şəfqətdir. Bir-birindən fərqlənməklə sözü gedən hər iki sevginin ümumi cəhəti təbiətcə bir nəfərlə məhdudlaşmamalıdır. Mən qardaşımı sevirəmsə, bütün qardaşlarımı sevirəm. Övladımı sevirəmsə, deməli bütün uşaqlar və mənə ehtiyacı olan hər kəsi sevirəm. Sevginin bu iki növündən fərqli olaraq şəhvani sevgi, bir nəfərlə birləşmənin, ona qovuşmanın, qarışmanın coşqun bir istəyidir. Bu istək təbiətçi, ümumi yox, istisna xarakterlidir və sevginin bu növü ən aldadıcı və etibarsız ola bilər. İlk növbədə onu çox zaman partlayışa bənzər bir məftunluq, eşqdən düşmə həyəcanı, o ana qədər iki bir-birinə yad insanlar arasında mövcud olan maneələrin qəfil aradan qalxması ilə qarışıq salırlar. Lakin yuxarıda da qeyd etdiyimiz kimi bu qəfil birləşmə həyəcanı mahiyyətcə qısa müddətlidir. Yad bir insanı yaxından tanıdıqdan sonra hansısa maneələr aradan qaldırmağa və ya qəfil yaxınlaşmaya heç bir ehtiyac qalmır. Artıq biz sevgilimizi özümüz qədər yaxşı və ya başqa cür ifadə etsək, özümüz qədər az tanıyırıq. Başqa adamın şəxsiyyətinin hüdudsuzluğunu hiss etməyimiz daha dərin olsaydı, həmin adam heç zaman bizə belə yaxşı tanış olmazdı və maneələrin aradan qaldırılması möcüzəsi
həyatımızda hər gün yenidən təkrarlana bilərdi. İnsanların əksəriyyəti həm özünü, həm də başqasını çox az müddətdə tanıyır və xərcləyir. Onlar ilk növbədə cinsi vasitə ilə yaxınlaşırlar. O adamlar ayrılığı ilk növbədə cismani ayrılıq kimi anladıkları üçün, cismani birləşmə də onlar üçün bu ayrılığın aradan qaldırılması deməkdir. Bundan əlavə soyuqluğun aradan qaldırılması hesab edilən bir çox amillər də mövcuddur. Buraya şəxsi həyat, ümidlər və məqsədlər haqqında söhbətlər, uşaq xüsusiyyətlərinin nümayişi, dünyaya münasibətli ümumi maraqların axtarıb tapılması və s. bu kimi bir-birinə yaxınlıqdan tanımaq cəhdlərə aiddir. Hətta qəzəbin və nifrətin açıq-aşkar ifadəsi və ya səbrin tamamilə olmaması da belə yaxınlıq əlamətlərindən sayılır. Buna misal olaraq yalnız yataq və yaxud qarşılıqlı nifrət və qəzəblərin azadlıq verdikləri zaman yaxın olan ər-arvadın bir-birinə təhrif edilmiş bağlılığını çəkmək olar. Lakin bütün bu yaxınlıq növləri zaman keçdikcə daha da zəifləyir və elə buna görədir ki, insan başqa birisi ilə yeni məhəbbət axtarmağa başlayır. Yenidən yad bir insan yaxın olur. Yenidən məftunluq həyəcanı çox şiddətli dərəcədə sevindirici olur və yenidən bu hissləri tədricən zəifləyərək yeni qələbəyə, yeni məhəbbəyə can atma ilə sonunculanır. Yerini isə yeni məhəbbətin əvvəlkilər kimi olmayacağı barədə xülyalar alır. Xülyalar əksər hallarda cinsi əlaqənin aldadıcı və etibarsız olmasından irəli gəlir. Cinsi meylin məqsədi qovuşmadır və bu meyl təkcə istirablı gərginliyin azalmasının, cismani tələbatına xidmət etmir. Tənhalıqdan törəyən narahatlıq, qalib gəlmək və ya məğlub olmaq istəyi, məğrurluq, ziyan vurmaq və hətta bərbad etmək istəyi, bunların hamısı eyni ilə sevgi kimi cinsi meylin səbəbləri ola bilər. Görünür, cinsi meyl istənilən güclü hissdən doğaraq, onunla həmçinin həmahəng də ola bilər. Sevgi də elə hisslərdən biridir. Bir çoxları üçün cinsi meyl təsəvvürü, sevgi məhmumundan ayrılmaz olur. Buna görə də iki insan bir-birinə cismani meyl duyduqda çox zaman yanlış olaraq bir-birini həqqi məhəbbətlə sevdiklərini düşünürlər. Sevgi cinsi qovuşmaya, can atma yaratmaq iqtidarındadır. Lakin bu halda cismani yaxınlıq hər hansı bir məqsəd güdmür. Qalib gəlmək və məğlub olmaq istəklərindən uzaq olub, zəriflik və incəliklə dolub daşır. Cinsi qovuşmaya can atma sevgidən irəli gəlmirsə, şəhvani sevgi eyni zamanda bütün bəşəriyyətə olan sevgi deyilsə, o heç zaman fani orqastik birlikdən başqa heç bir ittifaqa gətirib çıxara bilməz. Cinsi meyl bir anlığına qovuşma xülyasını yaradır. Lakin sevgi olmadan birləşən insanlar əvvəlki kimi bir-birinə yad qalırlar. Bəzən bu duyğu onlara utanc verir. Onlar hətta bir-birinə nifrət belə edirlər. Çünki xülya yox olandan sonra onlar bir-birinə yad olduqları daha kəskin şəkildə hiss edirlər. Freudun fikrincə, zəriflik qəti şəkildə cinsi meylin instinkti deyildir. Bu, qardaş sevgisinin birbaşa nəticəsi olmaqla sevginin həm cismani, həm də qeyri-cismani formalarında iştirak edir. Şəhvani sevgi müstəsnadır ki, bunu nə qardaş, nə də ana sevgisinə aid etmək olmaz. Şəhvani sevginin bu müstəsnalığı daha ətraflı müzakirəyə layiqdir. Bu sevginin müstəsna xarakteri çox zaman səhv olaraq xüsusiyyətçiliyə bağlılıq kimi dəyərləndirilir. Bir-birindən başqa heç kimi sevməyən iki şəxsə tez-tez rast gəlinir. Əslində onların məhəbbəti nə az nə çox özünə vurğunluqdur. Bu özlərini bir-birinə oxşadan və təkliyə qoşaya çevrilməklə tənhalıq problemini həll edən iki nəfərdir. Onlar özlərini tənhalığın öhdəsindən gəlmiş hesab edirlər. Lakin başqalarından ayrılmış olmaqla onlar bir-birindən də ayrılmış və təcrid olunmuşdurlar. Elə ki onların qovuşma duyğusu xam xəyaldır. Şəhvani sevgi müstəsnadır. Lakin bu bir adamın simasında bütün bəşəriyyətə, bütün canlı aləmə olan sevgidir. Bu sevginin müstəsnalığı ondadır ki, insan yalnız bir nəfərlə bütövlükdə və şövqlə qovuşa biləcəyini düşünür. Şəhvani sevgi başqalarına olan sevginin yalnız şəhvani qovuşma, həyatın bütün sahələrində tamam təslim olunma nöqteyi nəzərindən istisna edir. Təkcə qardaş sevgisindən başqa şəhvani sevginin əgər sevgidirsə, yeganə şərti budur.
Mən bütün varlığımla sevməliyəm və sevdiyim varlığının dərkinliyinə kimi duymalıyam. Mahiyyətcə bütün insanlar bir-birinə bənzəyirlər. Biz hamımız bir olanın hissəsi, bir olanın mahiyyətiyik. Əgər bu belədirsə, onda kimi sevəcəyimizə fərq qoymamalıyıq. Əslində, məhəbbət bir insan öz həyatını bütövlükdə sevdiyi, həsr etmə qərarı daşıyan bir iradə aktı olmalı idi. Həqiqətən də bu fikri nikahın qırılmazlığı ideyasının əsaslandırılması rolu oynayır. Bəylə gəlinin bir-biri üçün özləri deyil, başqaları tərəfindən seçilməsi şərtləri bir çox ənənəvi nikah formalarının əsasını təşkil edir və bununla belə onların daim bir-birini sevməsi umulur. Müasir qərb mədəniyyətində bu təfəkkür tamamilə rədd olunur. Burada məhəbbət emosiyaların coşqunluğu, insanın öhdəsindən gələ bilmədiyi duyğu varması kimi anlaşılır. Hər bir kişinin Adəmin bir parçası olması, hər bir qadının da Həvvanın bir parçası olması yox, sadəcə iki müəyyən insanın xüsusiyyətləri nəzərə alınır. Şəhvani sevginin iradə kimi mühüm amilinə məhəl qoyulmur. Kimisə sevmək sadəcə güclü hiss deyil. Bu həm də qərar, hökm, əhd peymandır. Məhəbbət yalnız hiss olsaydı, onda bir-birini ömrü boyu sevməyə dair vədlərə gərək qalmazdı. Hisslər gəldi gedərdir. Mənim hərəkətlərim düşüncəli qərarla əsaslanmasaydı, onların əbədi olacağını necə müəyyən etmək olardı? Məsələyə bu nöqtəyə nəzərdən yanaşanda sevginin sırf iradə aktı və bir əhd olduğu nəticəsinə gəlinir və ona görə bu iki nəfərin kim olduğu prinsipial əhəmiyyət daşımır. Nikahların kimisə təşkilatçılığı və ya öz iradələri ilə bağlandığına baxmayaraq, iradə aktı onların məhəbbətinin uzun ömürlü olmasına təminat verir. Belə nəzər nöqtəsində insan təbiətin və şəhvani sevginin ziddiyyətli xarakteri nəzərə alınmır. Hamımız bir olmaqla eyni zamanda hərəmiz ayrı-ayrılıqda təkrar olunmaz və nadir varlıqlarıq. Bu ziddiyyət bizim başqaları ilə münasibətimizdə təkrarlanır. Hamımızın bir olduğumuza görə biz hamını bir sevgi ilə, qardaş sevgisi ilə sevə bilərik. Lakin yenə də hər kəs ayrıca bir şəxs olduğu üçün şəhvani sevgi bütün insanlar arasında yox, yalnız müəyyən insanlar arasında mövcud olan fərdi, yüksək dərəcədə şəxsi yanaşma tələb edir. Şəhvani sevginin təkrar olunmaz, sadəcə iki müəyyən insana aid olan sırf fərdi bağlılığı olması və yalnız iradə aktı olması haqqında yürüdülən hər iki fikir həm düzgündür, yaxud da heç biri düzgün deyil. Bu səbəbdən baş tutmayan münasibətləri asanlıqla kəsmək və ya bu münasibətlərin heç bir halda kəsilməməyi fikri tamamilə yanlışdır. Özünə sevgi. Sevginin müxtəlif obyektlərə tətbiqinə heç kəsin etirazı olmasa da, başqalarını sevmək səxavət, özünü sevmək isə günah sayıldığı fikri geniş yayılmışdır. Hesab olunur ki, özünə sevgi və egoizm bir-birindən heç nə ilə fərqlənmir və fərd özünü nə qədər çox sevirsə, başqalarını bir o qədər az sevəcək. Qərb təfəkküründə bu nəzər nöqtəsi dərin köklərə malikdir. Calvin özünə sevgini taun xəstəliyinə bənzədir. Freud isə özünə sevgini psixiatriya nöqteyi nəzərindən təsvir edir. Lakin bununla belə onun da mühakimlərinin mahiyyəti Calvinlə eynidir. Onun fikrincə özünə yönələn sevgi narsizm və özünə qarşı tuşlanmış şəhvətdir. Narsizm insan inkişafının ən erkən dövrüdür və bu dövr qayıtmış insan artıq sevmək qabiliyyətində olmur. Bu halın son həddi artıq ruhi xəstəlikdir. Freud məhəbbəti şəhvətin əlaməti hesab edir. Onun fikrincə başqalarına tuşlanmış şəhvət məhəbbətdirsə, özünə tuşlanmış şəhvət özünə vurğunluqdur. Beləliklə məhəbbət və özünə vurğunluq biri çoxaldıqca digərinin azalması qaçılmaz olan və bir-birini istisna edən anlayışlardır. Özünü sevmək pisdirsə, deməli egoist olmamaq yaxşıdır. Bununla əlaqədar olaraq bir sıra suallar ortaya çıxır. Özünə sevgi ilə başqalarına məhəbbət arasındakı əsassız ziddiyyət haqqında tezis psixoloji müşahidələrlə təsdiqlənirmi? Özünə sevgi egoizmdir, yoxsa bunlar zidd hallardır? Daha sonra müasir adamın egoizm özünə məxsus idrak, emosiya və duyğuları olan bir şəxsiyyətin özü barədə qayğı kimi qiymətləndirilirmi? Məgər bu insan özünün ictimai-iqtisadi rolunun törəməsinə çevrilmədimi? Onun egoizmi özünə sevgi ilə eynidirmi? Yoxsa əksinə, məhz egoizm yoxluğu ilə şərtlendirilir? Egoizmin və özünə sevginin psixoloji nöqteyi nəzərindən keçməzdən əvvəl
Başqalarına məhəbbət və özünə sevgi anlayışlarını bir-biri ilə tutarsız şəkildə istisnalıq təşkil etdiyi xüsusi olaraq qeyd etmək gərəkdir. Öz yaxınını bir insan kimi sevmək səxavətdirsə, onda özünü sevməkdə qüsur yox, səxavət sayılmalıdır. Çünki mən də bir insanam. Mənim özümün də daxil olmadığım insan anlayışı qeyri-mümkündür. Belə bir istisnanı tələb edən istənilən doktrina daxilən ziddiyyətlidir. Bibliyadakı öz yaxınını özün qədər sev kəlamında öz şəxsi kamilliyinə və təkrar olunmazlığına hörmət, özünü anlama və sevmə başqalarına hörmət, məhəbbət və anlayışla ayrılmaz məfhumlardır. Özünə sevgi bütün başqa varlıqlarla məhəbbətlə qırılmaz bağlarla əlaqəlidir. Hazırda biz nəticələrimizi müəyyənləşdirən əsas psixoloji müqəddimələrimizə yaxınlaşmışıq. Bu müqəddimələr ümumilikdə aşağıda göstərilənlərə cəmləşir. Təkcə başqaları yox, biz özümüz də hisslərimizin və məqsədlərimizin obyektiyik. Bizim özümüzə və başqalarına münasibətimiz nəinki bir-birinə ziddir, hətta əksinə mahiyyətcə əlaqəlidir. Nəzərdə tutulan problem üçün özünə sevgi ilə başqalarına məhəbbət heç də bir-birini istisna etmir. Əksinə, özünə sevgi yalnız başqalarını sevmək iqtidarında olan insanlarda müşahidə olunur. Mahiyyətcə məhəbbət bölünməzdir, çünki bunun məhəbbət obyektlərinin arasındakı əlaqə ilə sevənin şəxsiyyətinə aidiyyəti var. Həqiqi məhəbbət məhsuldar başlanğıcın təzahürüdür. O, qayğı, hörmət, məsuliyyət və biliyi nəzərdə tutur. Bu, insanın başqa biri tərəfindən hansısa təsirə məruz qalması kimi anlaşıla bilən affekt deyildir. Sevdiyimiz insanın inkişafı, xoşbəxtliyi üçün fəal istək, insanda mövcud olan sevmək qabiliyyətinə söykənən bir canatmadır. Müəyyən bir insana məhəbbətdə sevmək gücü, sevmək qabiliyyəti reallaşır və mərkəzləşdirilir. Sevginin tərkibində olan əsas mənşə sevilən adamın simasında, ümumilikdə insan təbiətinə xas olan bütün keyfiyyətlərin təcəssüm etməsidir. Bir insana sevgi özlüyündə insana münasibəti nəzərdə tutur. William James'ın dediyi kimi, bu əmək bölgüsünə bənzər bir haldır ki, burada insanın yalnız öz ailə üzvlərini sevməsi, başqalarına heç nə duymaması sevmək qabiliyyətsizliyinin prinsipal əlamətidir. İnsanlara sevgi çox zaman düşünüldüyü kimi müəyyən bir insana sevgidən irəli gələn abstraksiya və ya mücərrəd fikir deyil. Lakin onu yenə də sonuncunun müqəddiməsi hesab etmək olar. Hərçənd ki, təkamül prosesində bu sevgi müəyyən individuumlara sevgidən irəli gəlmişdir. Buradan bəlli olur ki, başqalarına olan sevgi kimi özümə sevginin də obyekti mənim şəxsi mənliyim olmalıdır. Şəxsi həyatın, xoşbəxtliyin, inkişafın, azadlığın təsdiqi sevmək qabiliyyətinə, yəni qayğı, hörmət, məsuliyyət və biliyə əsaslanır. İndividin məhsuldar sevgiyə qadirdirsə, deməli o özünü də sevməyə qadirdir. Əgər o yalnız başqalarını sevməyə qadirdirsə, demək ki, ümumiyyətlə sevmək qabiliyyətindən məhrumdur. Fərz edək ki, özünə sevgi ilə başqalarına sevgi prinsipcə bir-biri ilə qarşılıqlı əlaqədardır. Onda başqalarına həqiqi marağı şübhəsiz istisna edən egoizmi necə izah etmək olar? Egoist yalnız özü ilə maraqlanır. Bütün diqqətini yalnız ona aid olmasını istəyir. Verməkdən yox, yalnız əldə etməkdən zövq alır. O ətraf aləmi yalnız ondan necə mənfəət götürə biləcəyi nöqteyi nəzərindən dərk edir. Başqalarının tələbatları onu qayğılandırmır. Onların şərəf və layiqətinə hörmət etmir. O, özündən başqa heç kimə və heç nəyə əhəmiyyət vermir. Onlara öz mənafeyi nöqteyi nəzərindən qiymət verir. Prinsipcə o heç sevməyə də qadir deyil. Məgər bu özünə maraqla başqalarının marağının bir-birinə tərs mütənasib olduğunun yetərli sübutu deyilmi? Bu egoizm özünə sevgi ilə eyni məna kəsb edəcəkləri halda elə sayılardı. Lakin bu ehtimal əslində maraqlandığımız məsələlərdə bizi bir çox yanlış nəticələr gətirib çıxaran bir səhvdir. Egoizmlə özünə sevgi heç də eyni mənalı məfhumlar deyil, hətta bir-birinə ziddirlər. Egoist özünü həddən artıq çox yox, daha doğrusu həddən artıq az istəyir. Əslində isə o özünə nifrət edir. Şəxsiyyət səmərəsizliyinin təzahürlərindən biri olan özünə maraq və qayğı çatışmamazlığı onu bir qurd kimi içdən gəmirir. Egoist təbii ki, bədbəxtdir və həyatda özünü məhrum etdiyi nemətləri qoparmaq üçün qızğın şəkildə çapalayır.
Kənardan elə görünür ki, o özünə həddən artıq çox diqqət ayırır. Əslində isə bu, onun şəxsiyyətinə olan qayğı çatışmamazlığının bərpa olunmasına yönələn uğursuz cəhdlərdir. Freud hesab edir ki, egoist narsizmə meyillidir. O, öz məhəbbətini başqalarından əsirgəməklə sanki bütünlüklə özünə yönəltmişdir. Doğrudur, egoist başqalarını sevməyə qadir deyildir. Lakin onun özünü belə sevməkdə aciz olduğu da danılmaz həqiqətdir. Egoizmi başqaları haqda hədsiz narahatlıqla müqayisə etsək, onun mahiyyətinə varmaq daha asan olar. Bu, ana şuurlu şəkildə öz övladı ilə son dərəcədə maraqlandığından əmindir. Əslində isə bu təşviş onun qayğı obyektinə boğuq düşmənçilikdən başqa bir şey deyil. Onun təşvişi övladını həddən artıq sevməsində yox, əksinə ona heç sevməməsindən irəli gələn bir kompensasiya məcburiyyətidir. Egoizmin mahiyyəti nəzəriyyəsi nevrozun simptomlarını ifadə edən nevrotik, altruizmlə əlaqədar psixoanalitik işin təcrübəsi ilə təsdiqlənir. Bu simptomlar adəti üzrə bu adamların içindən gəlmir. Sadəcə depressiya, yorğunluq, işgüzar qabiliyyətsizlik, məhəbbət uğursuzluq və s. bu kimi səbəblərdən doğur. Altruizmin belə insanlarda nəinki bir simptom kimi duyulmur. Çox zaman o xüsusiyyəti ilə fəxr edən insanların xasiyyətinin hətta bərpa edici bir xassəsinə çevrilir. Belə bir altruist özü üçün heç nə istəmir, yalnız başqaları üçün yaşayır və öz şəxsiyyətinə əhəmiyyət verməməsi ilə hətta fəxr edir. Lakin altruizmə rəğmən belə bir insan özünü bədbəxt və ən yaxınları ilə belə münasibətdə natamam olduğunun fərqinə varanda çaşqınlıq içində qalır. Analiz onun altruizmin bu vəziyyətin simptomlarının nəinki ayrı bir parçası olmadığını, hətta mahiyyətcə onlardan ən mühüm olduğunu, onu sevmək və nəyəsə sevinmək qabiliyyətinin iflic olduğunu, həyata nifrət dolub daşdığı və altruizm pərdəsi altında onun əslində özünə hədsiz heyranlığı göstərir. Belə bir insanı yalnız altruizmində başqa simptomları bir sırada tutulduğu halda müalicə etmək, məhz bu halda altruizmində daxil olmaqla onun başqa bədbəxtliklərin nəticəsi olan səmərəsizlikdən qurtulmasına yardımcı olmaq mümkündür. Altruizmin təbiəti onun başqalarına təsirindən daha aydın təzahür edir. Mədəniyyətimizdə ən tez rast gəlinən təsir forması altruist ananın uşaqlarına təsiridir. Bu ana uşaqlarının sevilməyin nə olduğunu bilmələrini və sevməyi öyrənə biləcəklərini məhz özünün altruizm sayəsində mümkün olacağını düşünür. Lakin altruizmin göstərdiyi təsir heç də onun ümidlərini doğrultmur. Adəti üzrə uşaqlara təsir edən, dərk etdiklərindən çox hiss etdikləri analarının həyata gizli nifrəti olur və onlar özləri də tədricən bu nifrətin əsarətinə düşürlər. Nəticədə altruist ananın təsiri egoist ananın təsirindən çox da fərqlənmir. Əslində, hətta daha çox təhlükə yaradır. Çünki ananın altruizmi uşaqların da ona qarşı tənqidi yanaşmanı tamamilə istisna edir. Onlar analarını məyus etməmək məcburiyyətində qalır və cömertlik maskası altında həyata nifrət etməyi öyrədilirlər. Özünü ürəkdən sevən bir ananın uşaqlarına təsirini müşahidə etmək imkanımız olsaydı, altruist ana məhəbbətindənsə, məhz həyatda öz dəyərini bilən ananın uşaqlarına həyati eşq, məhəbbət, sevinç və səadət aşlaya biləcəyinə şübhə qalmazdı. Özünə sevgi haqqında düşüncələr ümumiləşdirmək üçün Meister Eckhart'a müraciət etməkdən yaxşı çıxış yolu ola bilməz. Əgər sən özünü sevirsənsə, deməli istənilən başqa bir adamı da özün qədər sevirsən. Başqasını özündən az sevəcəyinə qədər özünü dərindən sevməyi bacarmazsan. Lakin həm özünə, həm də başqalarına sevgini taraz vəziyyətdə saxlamağı bacarsan, yalnız o halda hər kəsi bir nəfər kimi sevməyə müvəffəq olarsan və bu bir nəfər həm Tanrı, həm də insandır. Beləliklə, özünü sevərək başqalarını da sevən insan dahi və mükəmməldir. Tanrıya sevgi, təcrid olma və ondan doğan təşvişdən məhz birləşmə yolu ilə qurtulmaq zərurətini, sevmək ehtiyacımızın əsasını təşkil etməsi barədə daha öncə qeyd etmişdik. Sevginin Tanrıya sevgi adlanan dini forması məhəbbətin digər formalarından heç nə ilə fərqlənmir. Təcrid olunmaya üstün gələrək birləşmə tələbatından yaranır. Əslində, Tanrıya sevgi insana sevgi qədər çox tərəfli, həm də çox çeşidlidir. Hər iki sevgi təxminən eyni şəkildə müxtəlifdir. Bütün teist dinlərində həm politeist, həm də monoteist cərəyanlarında Tanrı ən ali dəyər, ən arzu olunan xoşbəxtliyin təcəssümüdür.
Bu səbəbdən Tanrı konkret şəkildə dərk etmə, insan ən çox arzu elədiyi xoşbəxtliyi necə təsvir etməsindən asılıdır. Beləliklə, Tanrının konsepsiyasını anlamaq üçün mömin şəxsiyyətin strukturunu təhlil etmək gərəkdir. İnsan inkişafını, insan ana təbiətdən dərinliklərindən çıxışı, qan və torpaq bağlarından qurtuluşu kimi xarakterizə etmək olar. İnsan əzəldən vəhdətdə olduğu təbiətdən qopmasına rəğmən yenə də öz tarixinin başlanğıcındakı ilkin bağlarına sadiq qalmaqda davam edir. O geriyə dönüb həmin bağlara söykənməklə əminlik əldə edir. O hələ də özünün bitki və heyvanat aləmi ilə bənzərliyini duyaraq təbiətlə vəhdətini qorumaq üçün onunla birləşməyə çalışır. Bir çox ibtidai dinlərdə məhz inkişaf mərhələsinin əlamətini daşıyır. Heyvan totəmə çevrilir. Ən təntənəli hadisələr və müharibə zamanı yüzlərlə heyvan simalı maskalar taxılır. Heyvan ilahiləşdirilərək sitayiş obyektinə çevrilir. İnkişafın daha sonraki mərhələsində insanın bacarıqları, sənət və bədii yaradıcılıq səviyyəsinə yüksəldikdə, insan təbiət və onun nemətlərindən asılı olmaqdan tamamilə qurtulduqda, öz əli ilə yaratdığı əşyanı ilahiləşdirir. Bu gil, qızıl və ya gümüşdən düzəlmiş bütləri sitayiş mərhələsidir. İnsan öz gücünü və ustalığını yaratdığı əşyalara köçürərək bir növ özünün qüdrət və təkrar olunmazlığına sitayiş etməyə başlayır. Daha sonraki mərhələdə o, tanrıları insan şəklinə salmağa çalışır. Görünür ki, bu, onun özünə daha dəqiq dərk etdikdə, insanın dünyada ən ali, ən dəyərli yaradılış olduğunu anladıqda baş verə bilərdi. Bu insana bənzər tanrılara sitayiş mərhələsində tərəqqi iki ölçüdə baş verir. Bu ölçülərin biri Tanrının kişi və ya qadın təbiətinə, digəri isə insanın tanrıların və onlara sevginin mahiyyətini müəyyən edən, nail olduğu yetinlik dərəcəsinə cavabdehdir. İlk öncə dinlərin ana tipindən ata tipinə doğru gedən inkişafına nəzər salaq. 19-cu əsrin ortalarında Beethoven və Morganın həyata keçirdiyi, lakin bir qayda olaraq akademik dairələr tərəfindən qəbul olunmayan samballı tədqiqatlarından sonra dinlərin inkişafının patriarxal dövründən öncə, hər halda əksər mədəniyyətlərdə matriarxat dövründə olmasına heç bir şübhə qalmır. Matriarxal mərhələdə ana ən ali məxluqdur. O həm ilahədir, həm də ailədə olduğu kimi cəmiyyətdə də hökmdardır. Matriarxal dinin mahiyyətini anlamaq üçün daha öncə sözügedən ana sevgisi barədə dəyərləri xatırlamaq gərəkdir. Ana sevgisi qeyd şərtsizdir. O hər şeyə havadarlıq edir. Hər şeyi öz qanadı altına alır və məhz bu qeyd şərtsizlik onun idarə və istila olunmasına mümkünsüz olur. Bu sevgi olduqda sevilən adam özünü xoşbəxt olmadıqda isə əlini hər şeydən üzülmüş və bərbad hiss edir. Ana öz övladlarını ağıllı, sözə baxan olduqları, onun arzu və əmrlərini yerinə yetirdikləri üçün yox, onun doğma balaları olduqları üçün sevdiyindən ana sevgisinin əsasını bərabərlik təşkil edir. Bütün insanlar eynidir, çünki hamısı bir ananın, ana təbiətin övladlarıdır. Bəşəriyyət təkamülünün növbəti mərhələsi patriarxat dövrüdür. Bu yeganə müfəssəl tədqiq olunmuş mərhələdir ki, haqqındakı biliklər nəticə və yenidən qurma yolu ilə deyil, bilavasitə əldə olunmuşdur. Mərhələdə ana özünün ali mövqeyindən məhrum olur və dində olduğu kimi cəmiyyətdə də ali məxluq ata olur. Mahiyyətçi ata sevgisi müəyyən tələblər irəli sürür, qanunlar və prinsipləri təsis edir və atanın oğula sevgisi sonucunun itaətindən, tələbləri icra edib etməməsindən asılıdır. Ata daha çox özünə oxşayan, ən itaətkar, onun işini davamçısı olmağa ən münasib olan, mal-mülkünün varisi olmağa layiq olan oğlunu sevir. Bunun nəticəsində patriarxal cəmiyyət quruluşu iyerarxik şəkildədir. Qardaşların bərabərliyi, rəqabət və çəkişmələrə təslim olur. Hind, Misir və Yunan mədəniyyəti yaxud Yahudi, Xristian və ya Müsəlman dini barədə düşündükdə biz bir ali tanrının hakimlik etdiyi, kişi tanrıları mövcud olan və ya bir vahid tanrı istisna olmaqla bütün tanrıların kənarlaşdırıldığı patriarxal aləmin göbəyinə düşürük. Lakin ana məhəbbətinə tələbatı insan qəlbindən tamamilə qoparıb çıxarmaq mümkün olmadığı üçün sevən ana obrazını panteondan qəti olaraq xaric olmaması heç də təəccüblü deyil. Tanrının ana simaları Yahudi dinində ilk növbədə müxtəlif mistik cərəyanlar vasitəsilə nüfuz edir. Katolikizmdə ana kilsə və müqəddəs qızla simvollaşdırılır. Hətta protestantlıqda ananın siması kölgədə qalsa da büsbütün aradan götürülmür. Luther əsas bir prinsip elan etmişdir. İnsan heç bir hərəkəti ilə Tanrının sevgisinə layiq ola bilməz. Tanrının sevgisi mərhəmətdir. O,
dini quruluş və mərhəmətə inanmağı, aciz olmağı tələb edir. Katolik doktrinaya zidd olaraq heç bir savab işlər Tanrının nə mütəssisidir, nə də onu bizi sevməyə məcbur etməz. Savab işlər haqqındakı katolik doktrinasının patriarxal mənziləsinin bir hissəsi olduğunu anlamaq çətin deyil. Mən atama itaət etməklə, onun tələblərini yerinə yetirməklə, onun sevgisinə layiq ola bilərəm. Luteran doktrinası isə özünün aşkar patriarxal xarakterinə baxmayaraq eyni zamanda gizli matriarxal ünsürləri də əks etdirir. Ana sevgisini qazanmaq mümkün deyil. O ya var, ya da yoxdur. Əlimdən gələn yalnız inanmaq və zəif, köməksiz bir çağaya çevrilməkdir. Lakin Lüterinin dini xüsusliyi ondan ibarətdir ki, burada ana obrazı açıq mənzərədə uzaqlaşaraq ata obrazı ilə əvəzlənir. Ana sevgisindən əminlik yerinə şərtsiz ata sevgisinə dərin şübhə və ümidsiz arzu bu mənzərənin üstün olan cəhətinə çevrilir. Tanrıya sevginin əhəmiyyətli dərəcədə dində olan matriarxal və patriarxal cəhətlərinin nisbətindən asılı olmasını göstərmək üçün dinin matriarxal və patriarxal ünsürlərindəki fərqləri aydınlaşdırmaq zəruri idi. Matriarxal cəhət məni Tanrını bir ata kimi sevməyə təhrik edir. Mən hesab edirəm ki, o ciddi və ədalətli cəzalandıran və mükafatlandırandır və vaxtı gələndə o məni, İsrail İbrahimi, İsaq Yaqubu, Tanrı öz xalqını seçdiyi kimi öz sevimli oğlu olaraq seçəcək. Dinin matriarxal cəhətinin təsviri altında mən Tanrını öz istisi ilə hər şeyi isidən bir ana kimi sevirəm. Mən onun məhəbbətini gözüyumulu inanıram və əminəm ki, kasıb və zəif, hətta günahkar bəndə olsam belə, o yenə də məni sevəcək və digər övladlarını məndən üstün tutmayacaq. Başıma nə gəlsə də köməyimə çataraq məni xilas və əlbəttə ki, əfv edəcək. Mənim Tanrıya və onun mənə olan sevgimizin ayrılmaz olduğunu deməyə gərək qalırmı? Əgər Tanrı atadırsa, mən onu ata kimi sevirəm, o da məni övladı kimi. Əgər Tanrı anadırsa, onunla həm onun, həm də mənim sevgimiz müəyyən olunur. Lakin Tanrıya olan sevginin ana və ata nəzər nöqtələri arasındakı fərq bu sevginin mahiyyətini yalnız bir tərəfli müəyyən edir. Digər müəyyən edici amil individin Tanrını dərk etməsi olduğu kimi, Tanrıya sevgidə də çatdığı yetkinlik dərəcəsidir. Bəşəriyyət təkamül gedişində ananın ətrafında cəmləmiş cəmiyyət strukturunda mərkəzi mövqenin ataya məxsus olduğu strukturuna keçdikdən bəri daha yetkin sevginin inkişafı əsasən patriarxal dinlərdə müşahidə olunur. Bu inkişafın başlanğıcında biz yaratdığı insanın özünü xüsusi mülkiyyəti hesab edən və onunla istədiyi kimi rəftar etmək hüququ olan zalım və qısqanc Tanrıya qarşılaşırıq. İnkişafın bu mərhələsində Tanrı insanı bilik ağacının barından datdığı və bunun nəticəsində özünün Tanrı ola biləcəyi ehtimalı üzündən cənnətdən qovur. Həmin vaxtdan Tanrı bəşəriyyəti məhv etmək qərarına gəlir və oğlu Nuhdan başqa insanların heç birindən razı qalmadığı üçün yer üzünə daşqın və sel göndərir. Həmin vaxtda Tanrı İbrahimdən hədsiz itaət aktı nümayiş etdirməklə özünün Tanrıya olan sevgisini sübut etmək üçün yeganə oğlu İsaqı öldürməyi tələb edir. Lakin eyni zamanda Tanrının Nuhla bir əhd kəsdiyi, öz əl-qolu bağlanan bəşəriyyəti heç zaman məhv etməyəcəyi vəd olunan yeni bir mərhələ başlayır. Tanrı təkcə öz vəhdətindən asılı deyil, o həm də özünün ədalət prinsipindən asılıdır və ona görə də İbrahim Sodomda heç olmasa 10 nəfər axlaqlı, mömin adam tapılacağı təqdirdə Tanrıdan bu məmləkətdə rəhm edilməsini diləyir və Tanrı onun bu diləyi ilə razılaşmaq məcburiyyətində qalır. Lakin inkişaf Tanrının zalım tayfa başçılığından sevən, şəfqətli, özünün qoyduğu prinsiplərdən asılı olan ataya düşdükdə daha irəli, Tanrının ata olmaqdan ədalət, həqiqət və məhəbbət prinsiplərinin rəbzinə çevrilməsinə doğru gedir. İnkişafda Tanrı şəxsiyyət insan, ata olmaqdan çəkilərək bütün zahirlərin müxtəlifliyi arxasında dayanan vahid başlanğıc rəmzinə, insan daxilində mənəvi yüksəklik toxumundan yetişən çiçəyin xəyali simvoluna çevrilir. Tanrının adı ola bilməz. Ad, əşya və ya bitib tükənən bilən bir varlıq mənasını daşıyır. Tanrının nə insan, nə də əşya olmadığı halda onun necə adı ola bilər? Elə təkamülün ən parlaq nümunəsi kimi Tanrının Musa Peyğəmbərə zuhur etməsi haqqında Bibliyadakı hekayəni xatırlamaq kifayətdir. Musa Yahudilərin Tanrının adını bilməyəcəyinə, onun Tanrı tərəfindən göndərildiyinə inanmamalarını dedikdə, Tanrı ona güzəşt gedir. O Musaya öz adını mən olduğum oluram deyə bilirdi.
Bu oluram sözü Tanrının məxluq və ya şəxsiyyət olmaması deməkdir. Bu misranın daha dəqiq tərcüməsi aşağıdakı kimi olardı. Onlara de ki, mənim adım adsızdır. Tanrını müxtəlif formalarda təsvir etmək, onun adını boş yerə və təcizən ümumiyyətlə çəkmək qadağaları məhz insanı Tanrı barədə bir ata və ya şəxsiyyət olduğu fikrindən azad etməyə qulluq edirdi. İlahiyyətin sonrakı inkişafında bu fikri Tanrıya hətta heç bir müsbət atribut aid edilməsi qadağa edən prinsiplər davamını tapır. Tanrı barədə müdrik, qüdrətli və mehriban olmasını demək, yenə də onun bir şəxsiyyət olduğunu təsdiqləmək demək idi. Deyə biləcəyim uzaqbaşı Tanrının necə olmağıdır. Mənfi atributlar tapmağım, onun misilsiz olmasını, bədxaq və ədalətsiz olmamasını müəyyən etməyimdir. Tanrının hansı keyfiyyətlərə malik olmağını öyrəndikcə, mən onu daha dərindən dərk etməyə başlayıram. Monoteizm ideyasının ardıcıl inkişafı yalnız bir nəticəyə gətirib çıxara bilərdi. Tanrının adını ümumiyyətlə çəkməmək, onu barədə danışmamaq. O zaman Tanrı monoteist ilahiyyatında olduğu kimi təsvir olunur. Adsız, dillə ifadə edilə bilməyən, universallığın əsasını təşkil edən vəhdətdə əlaqələndirilən bütün mövcudiyyatın əsası kimi. Tanrı həqiqət, sevgi və ədalətə çevrilir. Tanrı mənəm, çünki mən insanam. Antropomorfik prinsipdən monoteist prinsipinə inkişafdan Tanrıya sevginin mahiyyətindəki bütün fərqlər tamamilə aydın görünür. Gah qəzəbli, gah da mərhəmət üstünlük təşkil edən İbrahimin Tanrısını ata kimi sevmək və ya ondan atadan qorxan kimi qorxmaq olar. Madam ki Tanrı atadır, mən övladam. Mən hələ hər şeyi bilmə və qüdrət meylindən azad olub, lazımı dərəcəyə yetişməmişəm. İnsan imkanlarının məhdudluğunu, öz cəhalətini və acizliyini dərk etmək üçün obyektivliyim yetərli qədər deyil. Mən hələ də uşaq kimi mənim köməyimə yetişən, mənə nəzarət edən, məni cəzalandıran, itaətkarlığıma görə məni sevən, məthəmi bəyənən, itaətsizliyimə görə mənə qəzəblənən atanın olmasını tələb edirəm. Tamamilə aydın görünür ki, insanların əksəriyyəti şəxsiyyət inkişaflarında bu uşaq səviyyəsindən irəli gedə bilməyi və elə buna görədir ki, bir çoxları üçün Tanrı inam hər zaman köməyə çatan ataya inam deməkdir. Yəni bir uşaq xülyasıdır. Bəşəriyyətin nəsihət çeşməsi olan bəzi dahi müəllimləri, onların ardınca da insanların kiçik qismi bu konsepsiyadan yuxarı qalxmaqlarına baxmayaraq, həmin konsepsiya dinin üstünlük təşkil edən formalarından biri olmaqda davam edir. Madam ki bu belədir, Freudun Tanrı ideyasını tənqid etməsi tamamilə ədalətlidir. Lakin onun səhvi monoteist dininin həqiqi mahiyyətini təşkil edən digər aspektini nəzərə almamasıdır. Bu aspektin məntiqi Tanrının bu cür konsepsiyasını inkar etməsindən ibarətdir. Həqiqi mömin monoteizmin başlıca ideyasını əməl edirsə, dualarında Tanrıdan heç nə istəmir və ondan heç nə ummur. O, Tanrını uşaq anasını və ya atasını sevdiyi kimi sevmir. Tanrı haqqında biliklərinin məhdudluğunu anlayaraq sadəcə təslim olur. Tanrı onun üçün insanın daha erkən inkişaf mərhələsində can atdığı, öz daxili aləmini, məhəbbət, həqiqət və ədaləti ifadə edən bir simvola çevrilir. O, Tanrının təqdim etdiyi prinsiplərə inanır. Onun fikirləri, həqiqət və həyatı məhəbbət və ədalətdir. O, həyatına, özünün insan bacarıqları və qüdrətini tətbiq etmək üçün ona münbit şərait yaratdığına görə dəyər verir. Bu, yeganə dəyərli reallıq, yeganə ən ali qayğı predmetidir və zaman keçdikcə insan Tanrı haqqında danışmağa və hətta onun adını yad etməyə belə təlqidir. Tanrını sevmək cümləsindən istifadə etməli olsaydı, bu, onun sevmək qabiliyyətinin tam inkişafında Tanrının onun üçün nə etmək olduğunu həyata keçirilməsinə can atması olardı. Nöqteyi nəzərdən ilahiyyatın Tanrı haqqında istənilən biliklərin inkar olunması teist təfəkkürünün məntiqi nəticəsi olmalıdır. Lakin erkən budizm və ya daosizmdə rast gəlinə bilən radikal qeyri-ilahiyyat nəzər nöqtəsi ilə qeyri-teist sistemi arasında fərq qalmaqda davam edir. Bütün teist, hətta ilahiyyata başa vurulmayan mistik sistemlərdə insanın hüdudlarından kənara çıxan, onun mənəvi qüdrətinə, qurtuluş və daxili dirçəlişinə can atmasına məna verən mənəvi aləmin reallıq varlığı güman edilir. Qeyri-teist sistemində isə belə bir aləm yoxdur. Sevgi, idrak və ədalət aləmi yalnız insanın özündə bu mahiyyətləri inkişaf etdirmək qabiliyyətinə malik olduğu üçün real sayılır.
Bu nöqteyi nəzərdən həyat insanın ona verdiyi dəyərdən başqa bir məna kəsb etmir. İnsan başqasına yardım etmirsə, sonsuz dərəcədə tənhadır. Tanrıya sevgi barədə danışarkən mənim özümün teist konsepsiyasının tərəfdarı olmadığımı qeyd etmək istəyirəm. Mənim üçün Tanrı məfhumu insanın müəyyən tarixi dövrdə özünün ən yüksək bacarıqlarının həyəcanını, həqiqətə və vəhdətə coşqun can atmasını ifadə etdiyi tarixi şərtləndirilmiş bir anlam kəsb edir. Lakin bununla bərabər hesab edirəm ki, ciddi monoteizmlə mənəvi reallıq haqqında yüksək qeyri-teist qayğısı fərqli olsa da bir-birlərinə zidd deyirlər. Burada isə biz Tanrıya sevginin mürəkkəbliyini anlamaq üçün ciddi müzakirəyə ehtiyac duyulan digər ölçüsü ilə üzləşirik. Mən Şərqin Qərbdəki dini quruluşun əsaslı fərqini nəzərdə tuturam. Bu fərqi məntiqi terminlərlə ifadə etmək mümkündür. Aristotelin dövründə Qərb dünyası onun fəlsəfəsinin məntiqi prinsiplərini əməl edirdi. Bu məntiq eyniyyət qanununun A-nın aya bərabər olduğuna, ziddiyyət qanununa və üçüncü istisna qanununa əsaslanır. Mövzuda Aristotelin daha bir tutarlı fərziyyəsi onun öz mövqeyinin gözəl şərhidir. Eyni bir şeyin, eyni bir vaxtda, eyni bir şeyə, eyni münasibətdə məxsus olması və ya olmaması mümkün deyildir. Bu əlbəttə ki, mənşələrin ən mötəbəridir. Aristotel məntiqinin bu aksiomu fikirlərimizin dərinliklərində elə kök salıb ki, tamamilə təbii və şübhəsiz olaraq qəbul olunur. Halbuki X-in A-ya həm bərabər olması, həm də olmaması ideyası mənasız təsvir olunur. Paradoksal deyilən məntiq Aristotel məntiqinə ziddir. Burada A-nın və qeyri-A-nın verilmiş X-in predikatları kimi bir-birini istisna etməməsi sayılır. Paradoksal məntiq Çin və Hind təfəkkürünün Heraklit fəlsəfəsində üstünlük təşkil edirdi. Sonralar isə dialektika adı altında Hegel ilə Marxın fəlsəfəsi olmağa başladı. Paradoksal məntiqin əsas mahiyyəti Lao Tzu tərəfindən aydın ifadə olunmuşdur. Dahi düzgünlük qeyri-düzgün görünür və Qi Tzu'nun dediyi kimi, mən eyni zamanda mən deyiləm və qeyri-mən eyni zamanda mənəm. Paradoksal məntiqin bu xülasəsi müsbətdir, bu belədir və belə deyildir. Başqa bir xülasəsi inkar edicidir. Bu, nə belədir, nə də belə deyildir. Birinci tipli xülasələrə daosizmdə, Heraklitin və daha sonra Hegelin dialektikasında rast gəlinir. İkinci tipli xülasələr isə Hind fəlsəfəsində geniş yayılmışdır. Aristotel məntiqi ilə paradoksal məntiqin daha müfəssəl xarakteristikası bu kitabın hüdudlarından kənara çıxsa da, fərq prinsipini daha aydın təsvir etmək üçün mən bir neçə misal çəkmək qərarına gəldim. Qərb təfəkküründə paradoksal məntiqin nisbətən erkən ifadəsinə Heraklitin fəlsəfəsində rast gəlirik. Onlar kamanla liranın bir-biri ilə təşkil etdiyi harmoniyası kimi ziddiyyətin uzlaşdığını anlamır deyə Heraklit bütün istənilən varlıqların əsasının ziddiyyətlərin mübarizəsindən ibarət olduğunu iddia edir. Və ya daha aydın ifadə etsək, biz eyni bir çaya həm giririk, həm də girmirik. Biz həm varıq, həm də yox. Və ya bizdə olan hər şey eyni ilə həm diri, həm də ölüdür. Həm ayıq, həm yatmış, həm cavan, həm qocadır. Lao Tzu'nun fəlsəfəsində həmin fikir daha şairanə formada ifadə olunub. Daoist təfəkkürünə nümunə olaraq aşağıdakı iddianı göstərmək olar. Asanın tərkibini çətin təşkil edir, sükut hərəkətə ağalıq edir və ya ta onu heç kim çağırmır. Lakin o hər yerdə vardır. Bizə elə gəlir ki, o hərəkətsizdir. Əslində isə o, hər şeydən güclü təsirə malikdir. Və ya mən iddia edirəm ki, bilik əldə etmək hesab işlər görmək çox asandır. Bununla belə yer üzündə bundan xəbərdar olub bunu əməl edən yoxdur. Daosizmdə Hind və Sakrat təfəkküründə olduğu kimi, fikrin yüksələ biləcəyi ən ali pillə bizim heç nəyi bilməməyimizi öyrənməkdən ibarətdir. Çox bilə-bilə özünü az bilə-bilə göstərirsə, o əxlaqlı insandır. Heç nə bilməyə-bilməyə özünü çox bilən kimi aparan isə xəstə biridir. Bu fəlsəfənin nəticəsi Tanrıya ad verməyin qeyri-mümkün olmasıdır. Ən ali həqiqət, ən ali varlığı fikirlə və ya sözlə ifadə etmək mümkün deyil. Lao Tzu'nun dediyi kimi, həqiqi olası Tao adi Tao deyildir. Həqiqi olası ad da həqiqi deyildir. Ya da başqa cür, baxıb görmədiyimiz əşya rəngsiz, dinləyib eşitmədiyimiz səs səssiz, tutub yapışa bilmədiyimiz əşya kiçicik adlanır. Bu üç əşya izlənməyəndir.
Ona görə də üçü bir-birinə qarışdıqda bir olacaqdır. Bu fikrin daha bir ifadəsi çox bilən dinməz danışmazdır. Çox danışan isə heç nə bilmir. Brahmanizm fəlsəfəsinin predmeti müxtəlifliklərin birliyi arasındakı münasibətdir. Lakin Nəhidnə Çin fəlsəfəsini dualist nəzəri nöqtədən qarışdırmaq olmaz. Harmoniya qurulduğu mövqeyin ziddiyyətindən ibarətdir. Brahmanist təfəkkür əzəldən eyni mövcud olan antagonist mənşələr paradoksunun eyni zamanda aşkar qüvvə təzahürlər aləminin formaları ətrafında cərəyan edir. Kainatın ən ali qüvvəsi insanda da olduğu kimi təsəvvür və duyğunun hüdudlarından kənara çıxır. Ona görə də o nə odur, nə bu. Lakin Simmelin qeyd etdiyi kimi bu cür ciddi qeyri-dualist anlamda real və qeyri-real arasında antagonizm yoxdur. Müxtəliflik pərdəsi altında gizlənən birlik axtarışında Brahmanist mütəfəkkirləri bizim qəbul etdiyimiz müxtəlifliklərin əşyaların mahiyyətini yox, qəbul edilən idrakin mahiyyətini əks etdiyi nəticəsinə gəlmişlər. Əsl həqiqəti dərk etmək üçün bizim düşüncəmiz öz hüdudlarımızdan kənara çıxmalıdır. Ziddiyyət öz-özlüyündə həqiqi ünsür yox, insan təfəkkürünün bir kateqoriyasıdır. Rigvedada bu prinsip aşağıdakı kimi ifadə olunmuşdur. Mən birləşdirilmiş iki başlanğıcam. Həyat qüvvəsi və həyat materiyası. Düşüncənin yalnız ziddiyyətlər içində qəbul etmək qabiliyyətində olduğunu iddia edən ideyanın nəticəsi Vedantın fəlsəfəsində daha qərarlı bir ifadə şəklini almışdır. Burada yüksək fərqlənmə qabiliyyətində olan düşüncənin bilməzliyi sadəcə daha dolaşıq üfüqü, əslində isə bunun maya yalanlarının ən hiss edilməzi olduğunu iddia olunur. Paradoksal məntiqin Tanrı anlayışına münasibəti diqqətə layiqdir. Tanrı ən ali həqiqəti əks etdirdiyi və insan idraki həqiqəti ziddiyyətlər arasında qəbul etdiyi üçün Tanrı haqqında müsbət rəy yürütmək mümkün deyil. Vedantada hər şeyi bilən və qüdrətli Tanrı haqqında anlayış bilməzliyin ən yüksək forması hesab olunur. Burada Musaya zahir olan adsız Tanrının adı Daos Meister Exkartın absolut heç nəsi ilə rabitəsiz izlənir. İnsan yalnız inkarı dərk edə bilər, ən ali reallığı isə heç vaxt dərk edə bilməz. Meister Eckhart'ın dediyi kimi, bununla belə insan Tanrının olduğunu qəbul etsə də, onun var olmasını bilə bilməz. Və bu bilgisizliklə kifayətlənərək idrak yenə də ən gözəl xeyirliyə müraciət edir. Meister Eckhart üçün ilahi birlik inkarlığın inkarı, rədd etmələrin rəddi deməkdir. Yaradılmış hər şey inkar tərkibidir. Hər kəs başqa olduğunu inkar edir. Meister Eckhart üçün Tanrının heç nə olması da məsələ buradan başlayır. Eyni ilə ən ali reallığın Kabbala üçün ən sonsuz vəhdət olduğu kimi, Aristotel məntiqi ilə paradoksal məntiqin fərqi haqqında söhbət oxucunu Tanrıya sevginin iki konsepsiyası arasındakı zəruri fərqə çatdırmaq üçün açdım. Paradoksal məntiq müəllimləri insanın həqiqəti ziddiyyətlər içində qəbul edə biləcəyini və ən ali reallığı mahiyyətin özünü düşüncə yolu ilə dərk edə bilməyəcəyini iddia edirlər. Bu, insanın yekun məqsəd olaraq cavabı düşüncədə tapmağa can atmamasına gətirib çıxarır. Düşüncə yalnız yekun cavab tapa bilmədiyini dərk etmək iqtidarıdır. Düşüncə aləmi paradoksun məngənəsində qalmaqda davam edir. Dünyanın sona dək dərk etməyin yeganə üsulu düşüncə yox, hərəkət və vəhdət həyəcanıdır. Beləliklə, paradoksal məntiq Tanrıya sevginin, Tanrını düşünərək dərk etmə və ya ona sevgi düşüncəsi deyil, onunla vəhdət məqamının həyəcanı, hərəkəti olduğu nəticəsini gətirib çıxarır. Nəticədə düzgün həyat tərzi xüsusi əhəmiyyət kəsb edir. Bütün həyat, istənilən önəmli və ya önəmsiz hərəkət Tanrı dərk etməyə həsr olunur. Lakin bu dərk etmə düzgün düşüncədən yox, daha çox düzgün hərəkətdən keçir. Bu, şərq dinlərində daha aydın görünür. Budizm və Daosizmdə olduğu kimi Brahmanizmdə də dinin son məqsədi düzgün iman yox, düzgün hərəkətdir, əməldir. Eyni şey Yahudi dinində də nəzərə çarpır. Yahudi ənənəsində din mövzusunda parçalamaya çətin rast gəlmək olar. Yahudi dinində əsas rol düzgün həyat tərzinə, qalaxaya aid olunurdu. Həmin prinsip yeni zamanda Spinoza'nın, Marks'ın və Freud'un ideyalarında əks etdirilmişdir. Spinoza'nın fəlsəfəsinə diqqət düzgün imandan daha çox düzgün həyat tərzinə keçidə yönəlir. Marks bu prinsipi filosoflar dünyanı müxtəlif yollarla izah edir. Lakin məsələ onu dəyişdirməkdən ibarətdir sözlərlə izah etmişdir. Freudun paradoksal məntiq onun psixoanalitik müalicəyə,
Yəni daim dərinləşən özünü dərk etmə həyəcanını gətirib çıxarır. Paradoksal məntiq nöqteyi nəzərindən düşüncədən çox hərəkət önəmlidir. Belə bir quruluşdan digər nəticələr də üzə çıxır. Bu quruluş ilk növbədə Çin və Hindistanda müşahidə olunan dözümlüyə gətirib çıxarır. Düzgün düşüncə ən ali həqiqət deyilsə və qurtuluşu aparmırsa, o zaman öz düşüncənizdən başqa nəticələrə söykəniləndə mübarizə etməyin. Heç bir faydası yoxdur. Belə bir dözümlülük bir neçə adamdan qaranlıqla fili təsvir etmələri barədə bir hekayədə çox gözəl nümayiş olunmuşdur. Bir filin xortumunu əlləyərək bu heyvan su borusuna bənzəyir. Digər qulağını əlləyərək bu heyvan yelpiyə bənzəyir demiş. Üçüncüsü isə filin ayağını əlləyərək heyvanı sütunla müqayisə etmişdir. İkincisi paradoksal nəzər nöqtəsi mahiyyəti bir yandan doqmanın, digər tərəfdən isə elmin inkişafında yox, insanın dəyişməsində görür. Hind və Çin mistik nəzər nöqtəsinə insanın dini borcu onun düzgün düşünməyində deyil, düzgün hərəkət etməsində və meditasiya aktında yeganə varlığa qovuşmasındadır. Düşüncəsinin əsas istiqamətində isə bunun əksi xasdır. Orada həqiqəti düzgün düşüncə ilə əldə etmək mümkün olduğu ümid edildiyi üçün əsas önəm məhz təfəkkürə verilirdi. Halbuki düzgün hərəkət də önəmli sayılırdı. Din inkişafı gedişində belə bir quruluş dogmaların formalaşmasına, onların xülasəsinə dair sonsuz mübahisələrə, imansız və kafirlərə dözümsüzlüyə gətirib çıxartmışdır. Bu həmçinin Tanrıya inanmanın dini quruluşunun əsas məqsədi kimi qeyd olunmasına da səbəb olmuşdur. Təbii ki, bu insanın düzgün yaşamalı olması haqqında fikrin mövcudluğunu da istisna etmirdi. Bütün bunlara rəğmən Tanrının yolunu tutmayan, amma ona insanlar özünü Tanrının yolunu tutub ona iman gətirmələrindən üstün hesab edirdilər. Təfəkkürün xüsusi rolunun qeyd olunması özü ilə daha bir tarixi önəm daşıyan nəticəyə yol açır. Həqiqəti düşüncədən aşkar etmək ideyası nəinki doqmanı, həm də elmi yaratdı. Elmi təfəkkürdə düzgün düşüncə həm intellektual doğruluq, həm də elmi fikrin təcrübədə tətbiq olunması baxımından yeni texnikada yeganə əhəmiyyət kəsb edən elementdir. Beləliklə paradoksal məntiq dözümlülük və özünü dəyişməyə sövq edirdi. Aristotelin təsisi doqmaya və elmə, katolik kilsəyə və atom enerjisinin kəşfinə gətirib çıxartdı. Tanrıya sevgi problemində mövcud olan bu iki sistemin fərqindən irəli gələn nəticələr haqda az da olsa qeyd olunmuşdur. Artıq qısa xülasə ilə kifayət edəcək. Qərbdə üstünlük təşkil edən dini sistemdə Tanrıya sevgi mahiyyətcə Tanrıya inam, onun varlığına, ədalətliliyinə, mərhəmətinə inam deməkdir. Tanrıya sevgi mahiyyətcə əqli təəssüratdır. Şərq dinlərində və mistizmdə Tanrıya inam bu sevginin həyatın hər anında ifadə edən birlik hissəsinin gərgin həyəcanı deməkdir. Meister Eckhart bu məqsədi çox dəqiq ifadə etmişdir. Beləliklə, əgər mən Tanrıya qovuşuramsa və o məni özü ilə birləşdirilsə, deməli mən Tanrıda yaşadığım üçün bizim aramızda fərq yoxdur. Bəziləri Tanrını görə biləcəklərini uydurur. Sanki o oradadır, onlar da burada. Lakin bu mümkün deyil. Tanrı və mən birik. Tanrını dərk etməklə mən onu özümə yaxınlaşdırıram. Tanrıya sevgidə mən onu nüfuz edirəm. İndi biz valideynlərə sevgi ilə Tanrıya sevgi arasındakı mühüm məsələdə mövcud olan paralelizmə qayıda bilərik. Başlanğıcda körpə anasına bütün varlığın əsası qədər bağlı olur. Özünü köməksiz hesab edir və himayədar ana məhəbbətinə ehtiyac duyur. Sonralar isə o bağlılıqların yeni mərkəzləri atasında aşkar edilir. Çünki atası onun fikir və hərəkətlərini istiqamətləndirir. Bu müddətdə uşağı yönəldən atasının tərifini qazanmaq və onun narazılığına səbəb olmamaq istəyidir. Tam yetkinlik dövründə o, ata-ananın hökmran və istiqamətləndirici təsirlərindən azad olur. O artıq özündə ana və ata mənşəyini bərqərar etmişdir. Yeni inkişafı bəşər tarixinin gedişində də öncədən görmək mümkündür. Tanrıya ilkin sevgi kimi ana Tanrıya aciz bağlılıq, ata Tanrıya itaətkar bağlılıq, Tanrının zahiri qüdrət olmasından çıxdığı yetkinlik vəziyyətində, insanın özünün məhəbbət və ədalət prinsiplərinin əhatə olunması dövründə, Tanrı ilə bir vəhdət təşkil etdiyi zaman və nəhayət insanın Tanrı haqqında şairanə və rəmzi mənada danışdığı zamanda bütün bunları nəzərə alaraq Tanrıya olan sevginin valideynlərə sevginin ayrılmaz bir hissəsi olduğu nəticəsinə gəlmək olar. İnsan anasına, qəbiləsinə, millətinə, qohumluq bağlılığından ayrıla bilməmişdirsə,
özündə atalıq və ya hansısa bir başqa qüvvənin cəzalandırıcı təsirinin tələbatını qoruyub saxlamışdırsa, o, özündə Tanrıya daha yetkin sevgini inkişaf etdirə bilməz. Onun dini, Tanrının hökmran ana ya da cəzalandıran və ya mükafatlandıran ata olaraq qəbul olunduğu ilkin inkişaf dövrünün dinidir. Müasir dinlərdə bu inkişafın ən sadəsindən tutmuş, ən alisinə qədər bütün mərhələsinə rast gəlmək mümkündür. Tanrı sözü tayfa başçısı və ya tamamilə heç nə mənalarını daşıya bilər. Eyni bu şəkildə Freudun göstərdiyi kimi, hər individ özündə köməksiz körpəlikdən tutmuş, inkişafın bütün mərhələlərini qoruyub saxlayır. Məsələ onun nə dərəcədə böyüməsindədir. Yalnız bir şey şübhəsizdir. Onun Tanrıya sevgisinin təbiəti insana sevgisinin təbiətinə uyğundur. Bundan əlavə onun Tanrıya və insana sevgisinin həqiqi keyfiyyəti çox zaman təhdəhşur şəkildə gizli qalır və onun sevgi haqqında daha yetkin düşünməsi fikri təkmilləşir. Bundan əlavə insana sevgi bilavasitə onun ailəsinə münasibətinin bir parçası olmaqla son nəticədə onun yaşadığı cəmiyyətin quruluşu ilə müəyyənləşdirilir. Əgər yaşadığı cəmiyyət hakimiyyəti itaətkarlıq üzərində qurulubsa, onun Tanrı haqqında anlayışı infantil, yetkin anlayışlardan uzaq, başlanğıcın monoteist dinləri tarixində rast gəlinə biləcək şəkildə olacaq.